Salam, bu videomuzda sizə Azərbaycanın qədim və şanlı tarixinə sahib olan Suqovuşan haqqında ətraflı məlumat verəcəyik. Suqovuşan, Tərtər rayonunun ən mühüm yaşayış məntəqələrindən biridir. Bu yer Azərbaycan ordusunun 2020-ci il Vətən müharibəsində qazandığı ilk strateji qələbə ilə tarixə yazıldı. Gəlin birlikdə bu möhtəşəm yerin tarixinə nəzər salaq. Suqovuşan Azərbaycanın ən qədim tarixə malik olan ərazilərindən biridir. Bu ərazi qədim Alban dövlətinin izlərini yaşadan məkanlardandır. Tərtər rayonunun Suqovuşan və Təpəkənd kəndləri arasında yerləşən Müqəddəs Yelisey kompleksi tarixi memarlıq abidəsi olaraq xüsusi əhəmiyyətə malikdir. Albaniyanın qüdrətli hökmdarı Cavanşirin sifarişi ilə Alban ölkəsinin tarixini yazan Moisey Kalankatlı bu manastır haqqında məlumat verib. Suqovuşanın strateji əhəmiyyəti çox böyükdür. Ərazidə Suqovuşan su anbarı və Suqovuşan 1 su elektrik stansiyası yerləşir. Bu su anbarı Tərtər, Goranboy və Yevlax rayonlarına su təchizatı edir. Ermənistan işğalı dövründə bu ərazidə düşmənin güclü istehkamları qurulmuşdu. Qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı. 2020-ci il oktyabrın 3-də Azərbaycan ordusu bu strateji ərazini işğaldan azad etdi. Talış və Suqovuşan bir gündə düşməndən təmizləndi. Azərbaycan prezidenti İlham Əliyev həmin gün Madagizin tarixi adını bərpa etdi və bu kənd yenidən Suqovuşan adlandırıldı. Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli bayrağı ucaldıldı. Bu, Vətən müharibəsinin ilk böyük qələbəsi idi. Prezident İlham Əliyev qeyd etdi ki, Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Düşmən yəqin ki, bilirdi ki, biz bu istiqamətdən hərəkətə keçəcəyik. Bir neçə müdafiə xətti təşkil edilmişdi. Lakin Azərbaycan ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində bu əraziləri azad etdi. Döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edildi, 3 tankı isə qənimət götürüldü. Ermənistanın 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələri endirildi. Prezident İlham Əliyevin sərəncamlarına əsasən bir qrup hərbi qulluqçu Suqovuşanın azad olunmasına görə medalı ilə təltif edildi. Suqovuşan ərazisində yerləşən Müqəddəs Yelisey monastırı xüsusi əhəmiyyət daşıyır. Bu məbəd Albaniyada xristianlığın ilk təbliğatçısı Yeliseyin şərəfinə tikilib. Alban çarı Mömin Vaçaqan burada dəfn edilib. İşğal dövründə ermənilər bu tarixi abidəni öz məqsədləri üçün istifadə etməyə cəhd göstəriblər, lakin buna nail ola bilməyiblər. Vətən müharibəsindən sonra Azərbaycan dövləti bu tarixi məkanı bərpa edir. Suqovuşanın azad edilməsi Azərbaycanın ədalətə qovuşacağının rəmzi ifadəsi oldu. Bu qədim Azərbaycan torpağının düşməndən təmizlənməsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr əlavə etdi. Bu gün Suqovuşan bərpa edilir, yenidən qurulur. Nəsillər dəyişəcək, amma bu qələbələr unudulmayacaq. Ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycanın haqq səsi həmişə eşidiləcək. Diqqətiniz üçün təşəkkürlər. Videomuzu bəyəndinizsə, kanalımıza abunə olun və dostlarınızla paylaşın.